Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə Lənkəranda kino günləri keçirilib. 3-6 noyabr 2025-ci il tarixində 4 gün davam edən layihədə 5 qısa metrajlı və 4 tam metrajlı bədii, 1 tam metrajlı bədii sənədli, 1 tam metrajlı sənədli film olmaqla ümumilikdə 11 film göstərilib. Layihənin ilk günündə 3 noyabrda tamaşaçılar kinorejissor Mirsadıq Ağazadənin Eviniz Abad tam metrajlı bədii filminə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin böyük zalında baxıblar. Layihənin açılış filminə baxışdan əvvəl aktrisa Günəş Mehdizadə kino günləri layihəsi haqqında tamaşaçılara məlumat verib. Kino günləri layihəsi 2022-ci ildə məhz Lənkəran Astara videonuna başlayıb. Tədbirin moderatoru Aygün Aslanlı layihənin məqsədi və Eviniz Abad filmi barədə danışıb. Rejissor da buradadır, oyuncumuz da, aktyorumuz da buradadır. Baxmayaraq ki, Akif müəllim çox təvazökarlıq elədi, çox təvazökarlıq elədi. Amma Azərbaycan kinosunda məncə çox istedadlı insanlardan biridir, aktyor olaraq. Nümayişdən sonra tamaşaçılar filmin rejissoru Mirsadıq Ağazadənin iştirakı ilə ekran əsərini müzakirə ediblər. Kinonun sonu həqiqətən də çox mükəmməl idi. Çox bəyəndim. Təşəkkür edirəm. Həmin gün ikinci nümayiş zamanı tamaşaçılar 3 qısa metrajlı bədii filmə baxıblar. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin kino klubunda rejissorlar Elvin Adgözəlin Rəna xanımın film çəkilişi, Orxan Ağazadənin Oturacaqlar və Teymur Qəmbərovun Quxuroba filmləri göstərilib. Kino günlərinin ikinci günü 4 noyabrda ilk nümayiş Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin böyük zalında rejissor Orxan Ağazadənin Kinomexanikin qayıdışı tam metrajlı sənədli bədii filmi ilə başlayıb. Astara rayonunun Sım kəndində çəkilən film Talış və Azərbaycan dillərində olub. Filmi maraqla qarşılayan tamaşaçılar ekran əsəri haqqında danışıblar. Filmin birinci üstün cəhəti onun bizim milli ana dilimizdə, Talış dilində olmağındadır. İkinci üstün cəhəti Sım kəndi kimi bir kənddə olmasıdır. Filmdə çəkilən Səmdullah İdrisov və Ayaz Xalıqov da nümayişdə iştirak ediblər. Günün ikinci nümayişi Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanasının zalında keçirilib. Burada rejissor Qula Əsgərovun Mən Buradayam İlahi tam metrajlı bədii filmi göstərilib. Lənkəran Dövlət Universitetinin kollektivini aktrisa Günəş Mehdizadə salamlayıb. Sonradan isə Şirvanda kino günləri, Muğamda kino günləri, Şimalda kino günləri, Aranda kino günləri, Mingəçevirdə kino günləri və Binəsivarda kino günləri layihələri ardıcıl olaraq həyata keçirilib. Nümayişdən sonra layihənin moderatoru kinotənqidçi Aygün Aslanlı filmdə baş rolu oynayan əməkdar artist aktyor Rasim Cəfərovla birgə ekran əsərini müzakirə ediblər. Mən özümü deyim ki, mən misal üçün müharibədə iştirak eləməmişdim. Yaşıma görə filan. Bir qəribə bir borc kimi içində bir şey var idi ki, mən özümü borclu hiss edirdim. Mən də bununla necəsə onlar qarşısında belə deyək də öz borcumu verim kimi bir şey var idi. Ona görə hər səhnəyə həssaslıqla yanaşırdı. Kino günlərinin 5 noyabrda ilk nümayişi Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin böyük zalında rejissorlar Qula Əsgərovun Hasar və Emin Əfəndiyevin Tənha İnsanın monoloqu qısa metrajlı bədii filmləri olub. Hər iki film çox müzakirəyə açıq filmlərdir, çoxlu həm sual yaradan, həm mövzusu çoxlu cürbəcür fikirlər yaradan, gözümlər yaradan filmlərdir. Doğrudan da çox maraqlı filmlər istədik. Bayın içində və bugün çox maraqlı idi bizim üçün. Bu kinolarda mərhəmət, dürüstlük, mərdlik çox yer almışdı məncə. Bir də müharibənin törətdiyi fəsadlar. Günün ikinci nümayişində rejissor İlqar Nəcəfin Soğra və Oğulları tam metrajlı bədii filmi də maraqla qarşılanıb. Tamaşaçılar Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin kino klubunda ekran əsərinin baş rol ifaçıları əməkdar artist İlqar Cahangir və aktrisa Günəş Mehdizadənin iştirakı ilə filmə baxıblar. Hətta orada İlqar bəy neynədi? Bütün orada güllələnən aktyorları adı ilə qrim elətdirdi. Yəni o əməli başlı yadınızdadır o. Onlar hamısı qrim olunub yerdə uzanmışdılar və mən orada gedəndə boş yerə baxmırdım və məhz onların içərisində oğlumu seçib ona baxdım. Yəni onu belə düzəltmişdilər ki, yəni o səhnə alınsın. Suğranın baxışı, mən sözün düzü bir neçə dəfə baxmışdım. Mən bugün onu gördüm, o kadrı görmüşüm. Yusuf Əliyevin baxışı var, necə idi, arxadan vurman zərbədə. Böyle bir dedim, o səhnə yadıma düşdü.
Lənkəranda kino günlərinin sonuncu günü 6 noyabrda ilk nümayiş rejissor Pərviz Həsənovun Başlı Bel mühasirə gündəliyi tam metrajlı sənədli filmi ilə başlayıb. Filmi tamaşaçılara Lənkəran şəhər Heydər Əliyev mərkəzinin böyük zalında kino tənqidçi Aygün Aslanlı təqdim edib. İstər qələbə, istər məğlubiyyət fərqi yoxdur. Yəni ümumiyyətlə müharibə anlayışı daha başqa bir anlam qazanır, biraz daha düşündürməyə vadar edir. Bunu almaq, kadrlara çəkmək, gələcək nəslə ötürmək həqiqətən də çox düzgün bir fikirdir. Tariximizi bilirlər, anlayırlar. Məncə bu gözəl hissdir. Hamımıza təşəkkür edirik. Belə bir sənədli filmimizə yaşatdığımıza görə. İnşallah ki, bunların ardı olar, davamlı olar. Çox sağ olun. Günün ikinci və Lənkəranda kino günlərinin sonuncu nümayişində tamaşaçılar Heydər Əliyev Mərkəzinin kino klubunda rejissor Elvin Adgözəlin Biləsi var tam metrajlı bədii filminə baxıblar. Filmdə rol almış aktyor Cahangir Məlikov da tamaşaçılar arasında olub. Sıfır balansla Azərbaycanda yəni film çəkilə bilirsə, deməli hardasa müəyyən qədər dəstəyi olsa rejissorların və yaxud bu sahənin adamların yaxşı işlər görə bilərlər və necə ki görülür. Və mən əminliklə deyirəm ki, Azərbaycanın kinosunun gələcəyi var. O sıfır balansla, yəni bu filmlər bu gün yaradılırsa, yəni bunun gələcəyi yəni uğurlu olar. Yəni o istək var o yaradıcılığa. İndi sıfır balansla heç nəyə, yəni o maddi bir şey olmadan heç kim getmir. Yəni əgər ona addım atılırsa, bu özü də bir qəhrəmanlıqdır. Bir təşkilatlanmaq lazımdır. Xaricdə olduğu kimi burada da yəni kino çəkənlərə, o sponsorlara bir güzəştlər olmalıdır. Çox şey olmalıdır ki, özünüz bilirsiniz, Azərbaycanda kino inkişaf eləsin. Hamını təbrik edirəm, çox sağ olun, təşəkkür. Təşəkkür edirəm. Qeyd edək ki, Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə keçirilən Lənkəranda kino günləri ilk dəfə olaraq bölgələrdə bir şəhərdə 4 günü əhatə edib.